Gimnastika. Gimnastika termini bizim eramızdan əvvəl 5-ci əsrdə qədim Yunanıstanda təhsil, hərbi və sağlamlıq üzrə kompleks hərəkətlərini ifadə edirdi. Və qədim Yunanlılar hesab edirdilər ki, gimnastika insan bədəninə çeviklik, cəldlik, güc, qədd-qamət, həmçinin gözəllik verir və insana igidlik və nəciblik hisslərini aşılayır. Ümumiyyətlə, belə deyək, gimnastika sözünün mənası isə çırpaq bədən deməkdir. Və gimnastika müəllimlər müasir formasında 1881-ci ildə gimnastikanın beynəlxalq federasiyası yarandı. Bundan sonra isə 1896-cı ildə isə həm kişi, həmçində qadınların belə deyək, gimnastika üzrə çıxışları Olimpiya oyunları proqramına ilk dəfə daxil edildi. İndi deyəcəm sizə, ümumiyyətlə gimnastikanın 9 növü Olimpiya oyunlarına daxildir. İrəlidəki saatlarımızda sizə deyəcəm. Bundan sonra 1969-cu ildə isə ilk dəfə Avropa çempionatı keçirilməyə başladı gimnastika üzrə və 1956-cı ildə isə gimnastikanın özü belə federasiyası Azərbaycanda yarandı və 1993-cü ildə Azərbaycanda federasiyanın özü təsis edildi, həm də həmin ildə Beynəlxalq Gimnastika Federasiyasına üzv kimi qəbul edildi və 2002-ci ildən bu günə kimi Azərbaycanın birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir və hal-hazırda da Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyevadır. Və müəllimlər, gimnastikanın 9 növü var. Ümumiyyətlə, yəni gimnastika 9 növ üzrə çıxış edilir. Bunlar hansılardır? Deməli, bədii gimnastika, qadın idman gimnastikası, kişi idman gimnastikası, akrobatika gimnastikası, aerobika gimnastikası, parkur gimnastika hamı üçün, batut gimnastikası və tim gym bu üzrədir. Və bunlardan müəllimlər 9 dedik gimnastikanın növü var. Bunlardan Beynəlxalq Gimnastika Federasiyasına yalnız 8-i daxildir. Biri daxil olmayan isə tim gymdir. Bu Beynəlxalq Gimnastika Federasiyasına daxil deyil. Amma Azərbaycanın belə deyək Gimnastika Federasiyasına hər belə deyək 9-u da daxildir. Gəldi indi Olimpiya oyunlarına. Olimpiya oyunlarında yalnız gimnastikanın 4 növü üzrə çıxışlar olunur. Bunlar hansılardır? Qadın idman gimnastikası, kişi idman gimnastikası, bədii gimnastika, bir də batut üzrə yalnız fərdi çıxışlar. Bunlar 4'ü Olimpiya oyunları proqramına daxildir. Yəni klassik sayılır. İndi sizə deyək, Olimpiya oyunlarına daxil olanları dedim sizə. Bədii gimnastikadır, qadın idman gimnastikasıdır, kişi idman gimnastikasıdır və 4-cü isə batut üzərində fərdi çıxışlardır. Yalnız batutlarında fərdi çıxışlar daxildir. Və bədii gimnastikadan deyim sizə. Bədii gimnastikanın da müəllimlər 5 belə deyək növü var. Yəni 5 proqram üzrə çıxış edir. Bunlar hansılardır? İp, halqa, top, gürzlər və lent. Baxın, halqa burada, indi kişilərdə belə deyək, halqalar var. Onlarla bədii gimnastikada olan halqanı qarışdırmayaq. Baxın, burada lar şəkilçisi yoxdur. Yalnız nə yazılıb? Halqa. Yəni bir dənə halqa olur. Yəni qoşa halqa olmur idmançıda. Amma kişi idman gimnastikasını da irəlidəki saatlarımızda deyəcəm. Kişi idman gimnastikasında isə halqalar da artıq. 2 halqa var. Amma qadın idman gimnastikası yalnız halqadır. Onları qarışdırmayaq. Dedi, hansılardır proqramlar? Bədii gimnastika daxil olanlar. İpdir, halqadır, topdur, güzlərdir və lentdir. Bunlar müəllimlər, belə deyək. Bədii gimnastikada bütün çıxışlar ki var, 13-ün 13-ü olan bir xalça üzərində belə deyək, nümayiş etdirilir, yerinə yetirilir və belə deyək, 5 top, 5 cüt gürz və 5 halqadan istifadə edilir. Ümumiyyətlə, qrup halında komandaların çıxışı zamanı 2 proqram üzrə çıxış olunur. Birinci proqrama daxil olanlar komandalında 5 top, 5 cüt gürz və 5 halqadır. Amma ikinci proqrama daxil olanlarımız müəllimlər halqı ilə gürzlərdir, birincisi. İkincisi topla lentdir. Üçüncüsü isə topla iplərdir. Bunlar yəni daxildir qrup halında olanlar, komandanın qrup halında olan formasına. Və müəllimlər, fərdi proqramlarda hər bir çıxış idmançı 1 dəqiqə yarım, yəni 1 dəqiqə 30 saniyə vaxt verilir. Amma qrup halında hərəkətlərinə isə 2 dəqiqə yarım, yəni 2 dəqiqə 30 saniyə. Bu da təxminən edir 120-150 saniyə edir. Yəni 150 saniyə verilir qrup halında hərəkətlərinə, 90 saniyə isə verilir fərdi çıxışlara verilir. Və klassik çoxnövçülüyündə müəllimlər fərdi proqramda 4 növ,
Qrup hərəkətləri proqramında isə 2 çıxışdan istifadə olunur və olimpiya proqramına da dedik nədir? Daxildir bədii jimnastika. İndi keçək müəllimlər kişi idman jimnastikasına. Kişi idman jimnastikasında müəllimlər 6 alət üzrə, yəni nümayiş etdirilir, çıxış olunur. Bunlar hansılardır? Sərbəst hərəkətlər, halqalar, dəstəli at, dayaqlı tullanma, paralel qollar və turnikdir. Bunlardır. İndi bunların hər birinin ölçülərindən deyim və idmançıların hansı hərəkətlər etməyindən. Birincisi ilki kişi idman jimnastikası sərbəst hərəkətlərdir müəllimlər. Sərbəst hərəkətlərdə deməli xalçanın ölçüsü bədii jimnastikadan fərqlidir. Baxın, bədii jimnastikada nə dedik? Dedik ki, xalçanın ölçüsü 13-ün 13-nədir. Yəni uzunluğu 13 metrə, eni də 13 metrədir. Amma kişi idman jimnastikada xalçanın uzunluğu, eni də 13-ün 12-dir. Amma yalnız ki, ətraflardan tərkəzi xətti var. Onun da ölçüsü 1 metrdir. Kənarlardan olan. Və hərəkətlər belə deyək, templi, akrobatika və qeyri-akrobatik hərəkətlərdən ibarətdir. İdmançılar bu hərəkətləri çıxış etdirirlər və elementlərdə mayallaqlaşma var, salto var, şpakat var, əllər üstə dayanma və sair hərəkətləri nümayiş etdirir idmançılar. İkinci kişi idman jimnastikasında halqalardır. Bax, bədii jimnastikada bayaq demişdim, halqadır, amma kişidə halqalardır. Baxın, halqa. Yəni 2 halqa olur. Halqanın sayı gördüyünüz kimi rəsmdə də var, ekranda. 2 dənə halqadır. Həmin halqaların diametri deyir müəllimlər. Baxın, diametr, yəni halqanın bir tərəfindən tam mərkəzdən keçmək şərti ilə digər tərəfinə kimi halqanın olan məsafənin nə qədərdir? 18 sm. Yerdən hündürlüyü, yəni sabit vəziyyətdə halqanın yerdən halqaya qədər olan məsafə isə 2,8 metrdir. Yəni 280 sm. Və halqalar arasında olan məsafə nə qədərdir müəllimlər? Onu deyim sizə. Yenə idmançı, yəni halqalardan belə deyək, tutmayan halda sabit vəziyyətdə halqaların arasında olan məsafə isə 50 sm-dir. 50 sm-dir. Halqalar arasında olan məsafə. Və idmançı belə deyək, bu halqalarda baxın elə şəkildə göstərilən kimi qollar aralı və ayaqlar bitişik şəkildə müəyyən müvazinət, statik hərəkətlər nümayiş etdirilməlidir idmançı. Bu da bizim oldu kişi idman jimnastikasına aid olan halqalarımız. Kişi idman jimnastikasında dəstəlat. Baxın, burada da idmançı müəyyən belə deyək, fırlanma, dönmə, müəyyən hərəkətlər edir. Alətin hündürlüyü müəllimlər yerdən, yəni tam yerdən belə deyək, alətin üstünə kimi buna bəzən idmanda idman atı da deyirlər. Həmin bu alətə. Baxın, alətin hündürlüyü yerdən 115 sm, eni, yəni en digər bir tərəfinə, yəni eni isə 35 sm, alətin uzunluğu, yəni belə deyək, bu hissədən bu hissəyə qədər olan üst səviyyəsindən üstündən gedir alətin. Uzunluğu dedi, nə qədər oldu? 160 sm. 1 metr 60 sm. Yəni dəstələrin uzunluğu. Baxın, 2 dəstə var idman atında. Dəstənin biri buradadır, digəri bax burada. Həmin belə deyək, dəstələrin arası uzunluğu, özünün uzunluğu 12 sm-dir. Amma arasında olan məsafə isə, bunların arasında olan bax bu məsafə isə 40-45 sm aralığında dəyişə bilər. Bu da bizim oldu kişi idman jimnastikasında dəstəli atımız. Sonra gəlir kişi idman jimnastikasında dayaqlı tullanma. Dayaqlı tullanma bu alətlərin içində müəllimlər ən sürətli alət hesab edilir. Həmçinin idmançı belə deyək, gəlib dayağın belə deyək, alətin üzərindən bu alətə də müəllimlər belə deyək, idman keçisi də deyirlər bu alətin adına. Və hərəkət qabiliyyətlərdən isə müəllimlər, baxın, dedik ki, bütün tullanmalar sürət gücü inkişaf etdirir. Amma yalnız biri istisnamız var. Hansıdır? Dayaqlı tullanmadır. Dayaqlı tullanma isə müəllimlər qüvvə qabiliyyətini inkişaf etdirir. Amma yerdə qalan digər tullanmalar isə sürət güc hərəkət qabiliyyətini inkişaf etdirir. Və bu dayaqlı tullanma dedik, idmançı həmin belə deyək, idman keçisinin üzərindən əllərin istinad edərək tullanmaq üçün müəyyən bir məsafəni qaçır. Sürət yığır. Həmin məsafənin eni 1 metr, uzunluğu isə 25 metr olur. Və dedi, ən sürətli alət hesab edilir. Alətin adı dedi, nə gedir? İdman keçisi gedir. Hündürlüyü yerdən üst səviyyəsinə qədər olan hündürlüyü 135 sm. Alətin uzunluğu, yəni üzərindən gedir söhbət, 120 sm. Eni 95 sm və dedik, qaçış çığırının uzunluğu 25 metr. Eni isə 1 metr olan bir belə ərazidən idmançı qaçaraq, sürət yoxaraq təkan verib tullanır. Bu da bizim oldu kişi idman jimnastikasında dayaqlı tullanmamız. Sonra
kişi idman jimnastikamızda paralel qollar. Baxın, bu paralel qollar var müəllimlər. İdmançıya görə nizamlana bilir. Yəni bunların elə deyək, ümumilikdə 4 ayağı var da, belə deyək. Həmin bu 4 ayaqlarında müəyyən nizamlayıcılar olur. Yəni aləti istədiyimiz kimi aşağı və yuxarı belə bir qaldırmaq imkanı var. Həmçinin paralel qolları bir-birinə yaxın və yaxud da uzaqlaşdırmaq kimi nizamlamaq üstündə müəyyən bir alət var. Nizamlamaq olur, idmançıya görədir. Alətin hündürlüyü yerdən, yəni hündürlüyü 2 metr, alətin özünün uzunluğu, hər ikisinin uzunluğu 3,5 metr və bu alətin hündürlüyü dediyimiz kimi jimnastın müəyyən bir bədən ölçüsünə görə mi deyim, boyuna görə nizamlanır. Bu da bizim oldu paralel qollarımız kişi idman jimnastikası. Sonra isə kişi idman jimnastikada turnik müəllimlər. Baxın, hər iki şəkildə var. Turnikin yerdən hündürlüyü, baxın, yerdən hündürlüyü 2,8 metr, yəni 280 sm. Turnikin özünün belə deyək, dirəkləri arasında olan turnikin özünün, bax dirəyinin uzunluğu dediyi 2,8 metrdir. Turnikin özünün dirəklər arasında olan məsafə isə 2,4 metrdir. Yəni 240 sm-dir. Və diametri, yəni həmin ki idmançının ki yapışacağı ki turba deyək, belə Lorellə desək, həmin o turnikin özünün qalınlığı isə diametri isə 2,8 mm-dir. Biz 2,8 sm, yəni 2 sm 8 mm-dir. Bu da oldu bizim kişi idman jimnastikasında turnikimiz. Sonra müəllimlər qadın idman jimnastikası dediyi var. Həmçinin də olimpiya oyunlarında proqramına daxildir, yəni klassik sayılır və 4 alət üzrə belə deyək, proqram üzrə nümayiş etdirilir. Bunlar hansılardır? Sərbəst hərəkətlərdir, müxtəlif hündürlüklü qollardır, jimnastika tiridir, bir də dayaqlı tullanmadır. Baxın müəllimlər, hər ikisində olan hansıdır? Yəni həm kişi idman jimnastikası, həm də qadın idman jimnastikası, həm sərbəst hərəkətlərdir, həm də dayaqlı tullanmadır. Hər ikisində var. Yəni dayaqlı tullanma da, sərbəst hərəkətlər qadın idman jimnastikasında da var, kişi idman jimnastikasında da var. İndi gəlin onların ölçülərindən danışaq. Baxın, qadın idman jimnastikası sərbəst hərəkətlər. Sərbəst hərəkətlər eynən kişilərdəki kimi ölçüsü 12-nin 12 olan bir xalça üzərində belə deyək ki, proqram üzrə çıxış etdirilir və əlavə kənarlarından 1 metr təhlükəsiz, yəni məhdudlaşdırıcı bir xətt də var. Təhlükəsiz xətt də deyə bilərik ona. Və jimnastika xalça üzərində, həmin xalça üzərində müəyyən proqramlar üzrə çıxış etdirilir və musiqinin müşahidə ilə müəllimlər. Baxın, deyir ki, musiqinin müşahidə ilə icra olunan sərbəst hərəkətlər rəqs ardıcılığı və akrobatik elementlərini özündə birləşdirir. Bu da bizim oldu qadınlar üçün olan sərbəst hərəkətlərimiz qadın idman jimnastikasında. İkinci çıxışımız. Qadın idman jimnastikasında müxtəlif hündürlüklü qollar. Baxın müəllimlər, müxtəlif hündürlüklü qollar, yəni 2 dənə qol var. 2 dənə belə deyək, turnik var orada. Həmin turnikin biri alçaq olur, biri isə hündür olur. Amma 2 olur. Ona görə müxtəlif hündürlüklü qollar deyirik buna. Baxın, hündür qolun yerdən hündürlüyü, yəni böyük olanından 2,5 metr, amma alçaq qolun hündürlüyü isə 1,7 metrdir. Yəni böyüyün uzunluğu, hündürlüyü daha doğrusu, hündürlüyü oldu 250 sm, alçaq qolun isə, yəni turnikin hündürlüyü isə 170 sm-dir. Baxın, idmançının belə deyək, fikrinə görə deyək, onun hər hansı bir çıxışına uyğun olaraq deyir ki, hündür qol var ki, 250 sm, onu 10 sm-də istəsələr artırmaq olar. Yəni icazə var ona da. Və onlar arasında, yəni alçaq qolla hündür qol arasında olan məsafə isə 180 sm-dir. Baxın, bax bu qoldan bu qola qədər olan məsafə isə 180 sm-dir. Və müəyyən turnikdə yapışmalar, tutmalar, dönmələr, idmançılar müəyyən bu belə deyək, idmançı müəyyən hərəkətlər üzrə hərəkətlər nümayiş etdirir daha doğrusu həmin hündür qollarda. Baxın, kişilərdə tək turnik gedir, amma qadınlarda müxtəlif hündürlük qol gedir. Çünki qadınlarda turnik niyə demirik? 2 dənə qol var və fərqli hündürlükdədir. Ona görə adı da məhz müxtəlif hündürlükli qollar gedir. Sonra keçəyin qadın idman jimnastikasında jimnastika tiridir. Baxın, bunun uzunluğu, alətin uzunluğu müəllimlər 5 metrdir və idmançı bunun hər bir belə deyək, hissəsində üzərində gəzməlidir, yəni müəyyən idman hərəkətləri etməlidir, nümayiş olunmalıdır, hər hansı bir hərəkətləri nümayiş etdirməlidir. Jimnastika, qadın idman jimnastika tirinə aid olan hərəkətlərdən gedir. Yəni hər bir nöqtəsinə toxunmalıdır. Alətin hündürlüyü yerdən 125 sm, eni 10 sm, dediyi alətin uzunluğu oldu 5 metr. Jimnastika yenə həmçinin dediyi alətin bütün uzunluğundan istifadə etməlidirlər. Bu da bizim oldu qadın idman jimnastikamız müəllimlər.
Sonra digər qadın idman gimnastikasının sonuncu 4-cü çıxışımız dayaqlı tullanma demişdik, kişilərdə də var. Az fərq var. Yəni hündürlüyündə yalnız deyərdim ki, mən fərq var yerdən. Kişilərdə məsələn yerdən alətin hündürlüyü 135 sm-dir. Qadınlarda isə baxın 125 sm-dir. Dayaqlı tullanma. Həmçinin bu da dediyi hansı hərəkət qabiliyyətini inkişaf etdirir? Qüvvə qabiliyyətini inkişaf etdirir. Yerdən deməli hündürlüyü dedi 125 sm, alətin uzunluğu 120 sm, qaçış cığırının eni 95 sm, qaçış cığırının uzunluğu eyni kişilərdə olduğu kimi, yəni kişi idman gimnastikasında dayaqlı tullanmada olduğu kimi, eni 1 metr, uzunluğu isə 25 metr olan bir ərazidir. Sonra müəllimlər, bir də onu deyim ki sizə, gimnastika hərəkətləri təsnifatına görə 8 qrupa bölünür. Bunlar hansılardır? Sıra hərəkətləri, tədbiqi hərəkətləri, ümuminkişaf hərəkətləri, azadə hərəkətləri, alətlərlə hərəkətlər, tullanmalar, akrobatika hərəkətləri və bədii gimnastika. Bunlar 8-i gimnastika belə deyək, təsnifatına görə 8 qrupa bölünən hərəkətlərdir. Və müəllimlər, var dayaqsız tullanma. Dayaqsız tullanma hansı idi? Yalnız belə deyək də qaçaraq heç bir alətdən istifadə olunmadan tullanırsan, bu heç dedik sürət gücü inkişaf etdirir və onun da fazaları var ki, qaçışdır, təkandır, uçuşdur və yerə enmədir. Amma bir də var dayaqlı tullanma. Dayaqlı tullanmanın özündə isə müəllimlər 7 fazası var və dedik qüvvə qabiliyyətini inkişaf etdirir. Baxın, birinci fazamız qaçışdır, ikinci körpüyə sıçrayışdır, üçüncü ayaqlarla təkandır, dördüncü uçuşdur, beşinci əllər alətə istinad edilir. Sonra 6-cı istinaddan sonra uçuşdur və sonuncu isə yeri enmədir. Yəni bu fazalar müəllimlər heç vaxt sırası qarışdırılmır. Yəni soruşulsa ki, dayaqlı tullanmanın 5-ci fazası nədir? Həmin anda deyəcək ki, əllər alətə istinad edirsən, etmədir. Yəni budur. Bu dəyişmir. Və ya da 3-cü fazası nədir? Deyəcək ayaqlarla təkandır və ya da sonuncu və ya da desələr ki, 7-ci fazası nədir? Yer enmədir. Yəni bunlar heç vaxt fazalar ardıcıllığın müəllimlər yerin dəyişmir və dəyişməz olaraq da qalır. Bu da bizim oldu dayaqlı tullanmanın fazaları.